Salam, bugün biz Pifaqor teoremi dərs sahına baxacağıq. Pifaqor teoremi düzbucaqlı üçbucaqda yazılır və katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabər olur. Yəni, A və B burada katetlərdir, C hipotenuzdur. Məsələn, nümunəyə baxaq. Tutaq ki, düzbucaqlı üçbucaqda tərəfi, indi mən buradan A-nı silirəm. Yazıram, tutaq ki, bura 3-dür, bura 4-dür və x-i soruşuram. Onda biz teorem əsasən yazırıq. 3-ün kvadratı üstə gəl. 4-ün kvadratı bərabərdir x-in kvadratı. Onda olacaq 9 üstə gəl 16 bərabərdir x-in kvadratına. X kvadrat 25 və x oldu 5. Deməli, bizim hipotenuzumuz 5 oldu. Yəni, biz Pifaqor teoremini bu formada tətbiq edirik. İndi gəlirik üçbucağın tərəfləri və növlərini, tərəfləri veriləndə biz onun növünü təyin etməliyik ki, bu itibucaqlıdır, körbucaqlıdır və ya düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucağı buradan artıq bəllidir ki, katetlərin kvadratları cəmi 3-cü tərəf, yəni hipotenuza bərabər olarsa, onda biz deyirik ki, bu düzbucaqlı üçbucaqdır. Yerdə qalır körbucaqlı üçbucaq və itibucaqlı üçbucaq. İndi o növləri təyin etmək üçün mən qaydalar yazacağım bura. Birinci, əgər ümumiyyətlə bizə bucaq verilməzsə, üçbucaq bərabərsizliyindən ümumiyyətlə danışaq başdan sona ki, tam aydın olsun fərqləri. Birinci yazaq, üçbucaq bərabərsizliyi. Tutaq ki, bizə bucaq vermir. Sadəcə olaraq 2 dənə tərəf verir. Bura versin 3, bura versin 5. Üçüncü tərəfin ala biləcəyi qiymətləri soruşarsa, yəni burada heç bir bucaq verilməyib. Onda biz nə edirik? Bir dəfə 5-dən 3-ü çıxırıq, 2. Bir dəfə 5-dən 3 toplayırıq, 8. Deyirik ki, üçüncü tərəfin ala biləcəyi qiymətlər 2 ilə 8 arasındadır. Yəni 2 və 8-i ala bilməz. Onda hansı qiymətlər olur? 3, 4, 5, 6 və 7. Yəni bu qiymətləri üçüncü tərəf ala bilir. Bu oldu bucaq verilmədən bizdən üçüncü tərəfin ala biləcəyi qiyməti soruşarsa. İndi gəlirik nəyə? Əgər verilmiş bucaq iti bucaq olarsa, yazırıq. Birinci, verilmiş bucaq iti bucaq olarsa, yəni iti bucaq olması üçün bucaqlarından biri alfası məsələn 90 dərəcədən balaca olmalıdır, düzdür, kiçik olmalıdır. Onda belə bir qayda olur. Əvvəl qaydasını yazaq, sonra nümunə göstərəcəm. Məsələn, buraya yazaq alfa, buraya yazaq B, buraya yazaq A, buraya yazaq C. Deməli, mən nə edirəm? C-ni almaq üçün alfanın qarşısında, yəni baxın, C-ni almaq üçün bir dəfə B-dən A-nı çıxıram, yəni modulda çıxıram ki, ola bilsin ki, A ilə B, yəni böyükdən kiçiyi çıxaq da, yəni mənfi olmasın deyə yazırıq. Bir dəfə də biz A ilə B-nin kvadratların kökün altında yazırıq. Yəni belə hesablamalıyıq. Deməli, bizim bucağımız alfa 90-dan kiçik olarsa, iti bucaq olarsa, onda biz onun qarşısında dayanan tərəfi tapmaq üçün bir dəfə böyükdən kiçiyi çıxırıq, bir dəfə də kökün altında kvadratlarını cəmləyirik. Məsələn, nümunə. Tutaq ki, bizə üçbucağı verib. Bura olsun alfa, bura olsun 5, 9 və bizdən bu x-i soruşurlar, düzdür? Və qeyd edib ki, alfa 90-dan kiçikdir. Onda biz qaydamızı yadınıza salırıq. İndi 9-dan 5-i çıxıram, kiçikdir x. Bir dəfə də 9 ilə 5-in kvadratlarını cəmləyirəm. 9-un kvadratı neçə eləyir? 81. 5-in kvadratı 25. 9-dan 5 çıxdıq 4. 81 ilə 25 elədi 106. İndi təqribi bir qiymət çıxardaq. Bunu 106, 10-un kvadratı 100. 10 tam nə qədər? Məsələn, 1 yazdıq. 4 ilə 10 tam arasında hansı qiymətlər? 5, 6, 7, 8, 9, 10. Bu qiymətləri x ala bilər. Bu belə. İndi gedirik ikinci qaydaya. İkinci qayda nədir?
Buradan yazaq. Əgər bizim alfamız 90 dərəcədən böyük olarsa, yəni verilmiş bucaq kör bucaq olarsa, bu nədir? 90-dan böyük kör bucaq. Onda hansı qayda olacaq? Onda belə yazırıq biz. Tutaq ki, buraya yazaq A, buraya yazaq B, buraya yazaq alfa, buraya yazaq C. Onda C belə olacaq da, əgər kör bucaq olarsa. Bir dəfə kökün altında A ilə B-nin kvadratlarını cəmləyirik. Bir dəfə də kiçikdir A ilə B-ni cəmləyirik. Baxın belə. Deməli, bizim alfamız 90-dan böyük olarsa, yəni kör bucaq olarsa, onda biz üçüncü tərəf, yəni bucağın qarşısındakı tərəfi tapmaq üçün bu qaydanı yazmalıyıq. Məsələn, indi nümunə ilə daha da aydın olacaq. Bura 6 olsun, bura 8 olsun. Burada alfa olsun. Və x bizə qeyddə verir ki, alfamız 90-dan böyükdür. Onda biz də yazırıq. Yazırıq ki, kökün altında bir dəfə 6 ilə 8-in kvadratları, bir dəfə də 6 ilə 8-in cəmi. Eyni qaydadakı kimi. 6, 8, buradan 10 çıxdı. 6 ilə 8-in cəmi 14. 10 ilə 14 arasında 11, 12, 13 qiymətlərini qız ala bilər. Gəldik üçüncü qaydaya. Üçüncü nədir? Əgər hər biri iti bucaq olarsa, hər biri, yəni hər üçü iti bucaq olarsa, yəni iti bucaqlı üç bucaqdır da. İti bucaqlı üç bucaq nədir? Hər üç bucağı da iti bucaqdırsa, ona iti bucaqlı üç bucaq deyirlər. Yəni iti bucaqlı üç bucaq olarsa. Onda belə bir qayda yazırıq. Məsələn, şəkil çəkək yeni bir dənə. Çəkdik. Buraya yazaq məsələn A, B, C. İndi alfanı da qoyaq. Hansının qarşısına qoyaq alfanı? A-nın qarşısına qoyaq da. Məsələn, qoyaq bura. Rahat olsun alfa. Onda biz nə edirik? Alfanın qarşısında A dayanıb. Onda B ilə C-yə baxırıq da burada. Bir dəfə B ilə C-nin kvadratlarının fərqi, bir dəfə də B kvadratı ilə C kvadratının cəmi. Bu da A burada yerləşir. Bir dəqiqə. Bu aralıqda yazırıq. Yəni burada diqqətlə baxsaq, yəni mən əgər A-nı axtarıramsa, bir dəfə B-nin kvadratından C-nin kvadratını çıxıram. Bir dəfə də B-nin kvadratının üzərinə C-nin kvadratını gəlirəm. Məsələn, nümunə. Nümunəyə baxaq. Tutaq ki, bizə deyir ki, 2 dənə tərəfi 8-dən 12-dir. 8, bu da 12, düzdür. Burada alfa qoyub da və bizdən üçüncü tərəfi soruşur və iti bucaqlı üç bucaq olduğunu qeyd edir. Onda biz nə edirik? Burada bir x yazaq. Bir dəfə kökün altında 12-nin kvadratından 8-in kvadratını çıxırıq. Üçüncü tərəfini yazıq bura. Bir dəfə də 12-nin kvadratının üstünə 8-in kvadratını gəlirik. Eyni bu qaydada olduğu kimi. Və 12-nin kvadratı 144. 144-dən çıxdıq 64-ü nə elədi? 80. 144-ün üstünə 64-ü gəldik. 208. İndi 80 təqribən 81 olsaydı 9 çıxardı. 8 tam tutaq ki, onda 9 olsun bu təqribi qiyməti. Bu da 15, 16, 15 olsa 225, 14 olsa 196, 14 tam nə qədər? Bu aralıqda olan qiymətlər nə olacaq? 9, 10, 11, 12, 13, 14. Yəni, baxın, deməli biz qaydaya əsasən hər biri iti bucaq olanda, yəni iti bucaqlı üç bucaqdan söhbət gedir. Məsələn, sözündə bizə iki tərəfin verir və iti bucaqlı üç bucaq olduğunu da qeyd edir.
və onda biz qaydaya əsasən iki tərəfi kökün altında kvadratların fərqini yazırıq, bir dəfə də kvadratları cəmi yazırıq və həmin aralıqda tam qiymətləri götürürük. Bu belə. Sonra gəlirik sonda əsas qaydalardan biri də düzbucaqlı üçbucaq üzərində 30, 60, 90 və 45, 45 olanda nə edirik? 30, 60, 90 üçbucağında biri 30 dərəcə, biri 60 dərəcə olanda 30 dərəcəli bucağın qarşısında katet tutaq ki, buraya x deyirəmsə 90-ın qarşısında 2 misli olacaq, 60-ın qarşısında kökdə 3 misli olacaq. Baxın. 30 dərəcəli bucağın qarşısında dayanan katet hipotenuzun yarısına bərabərdir. Bu həmin qaydadır. Məsələn, nümunə verək. Tutaq ki, buranı verib 30 dərəcəni də yazaq. Əsas dərəcənin fikir verir ki, dərəcənin qarşısında dayanan, yəni yerinə baxmırıq ki, 30 başda dayanıb və yaxud da aşağıda dayanıb. Məsələn, 30 dərəcənin qarşısına yazıram 11. Onda 90-ın qarşısı 2 misli olacaq. 11-in 2 misli 22. 60 dərəcənin qarşısında isə 30 dərəcənin qarşısında dayananın kökdə 3 misli. Yəni 11 vurulsun kökdə 3. Yəni 11 kökdə 3 olacaq. Gəlirik indi 45-45 üçbucağına. Düzbucaqlı üçbucaqda 90-45-45 olanda nə olacaq? 90-45-45 olanda bura x-dırsa bu katet. Bu katetdə x olacaq. 90-ın qarşısında isə x kökdə 2 olacaq. Məsələn. Buna bərabər yanlı düzbucaqlı üçbucaqda deyirik. Çünki baxın bərabər yanlıdır ona görə. Tutaq ki, buranı verib 4, onda burada 4 olacaq. Onda hipotenuz 4 kökdə 2 olacaq. Bu qayda bu qədər oldu. Sağ olun.